Qapını çəkib bağlayırsınız. Çox güman ki, bir dəfə yox, 2 dəfə kilitləyirsiniz, düzdür? Bəs eyni diqqəti bütün gün əlimizdən düşməyən telefonumuza qarşı edirikmi? Bilirəm, indi çoxunuz fikirləşirsiniz ki, əşi, mən kiməm ki, mənim məlumatım kimə lazımdır? Dostlar, bizim ən böyük və ən bağışlanmaz səhvimiz elə budur ki, bu cür düşünürük. Və o rəqəmsal oğru sizin 5 il əvvəl unutduğunuz bir saytdan tapdığı açarla gəlib sizin bugünkü ən vacib hesabınızı, bəlkə də bank hesabınızı rahatça açıb içəri girir. WhatsAppda ən yaxın dostunuzdan mesaj gəlir ki, bəs filan kəs salam necəsən? Təcili bir səs vermə var, bacım qızı rəsm müsabiqəsində iştirak edir. İndi nömrəyə də bir kod gələcək, səs verməni təsdiqləmək üçün o kodu mənə göndər. Bax, əziz izləyicilər, o kodu göndərdiyiniz o 1 saniyə ərzində sizin bütün WhatsApp hesabınız silinir və sizin nəzarətinizdən çıxır. Bəs yaxşı, bütün bunlardan necə qorunmalıyıq? İnterneti kəsib ataqmı, kartları qırıb nəqd pula keçəkmi? Təbii ki, yox. Dövr rəqəmsal dövrdür. Bundan qaçış yoxdur. Sadəcə necə ki, real həyatda küçəni keçəndə sağa, sola baxırıq, internetdə də bəzi qızıl qaydaları bilməliyik.